Salam, hər vaxtınız xeyir olsun. Bu gün mən sizə ürəyin ümumi quruluşu, qan hərəkət istiqamətli ürəyə birləşən iri damarlar haqqında məlumat verəcəm. Videoda göründüyü kimi ürəyə birləşən 3 dənə iri damar var ki, bunlar venoz qan daşıyır. Bunlara nələr aiddir? Aşağı və yuxarı boş vena və alçıya kütüyü. Bunun digər adı isə alçıya arteriyasıdır. 5 dənə də iri arterial qan daşıyan damarlarımız var ki, bunun 4-ü alçıya venası, biri isə aortadır. Həmçinin videoda qanın hərəkət istiqaməti və alpar və taylı qapaqlarda göstərilmişdir. Gördüyümüz diğer bir videoda ise alpar ve taylı kapaklar daha aydın təsvir edilmiştir. İndi isə bu videoyu nəzər etsək görərik ki, aşağı və yuxarı boş venadan toplanmış venoz qan ürəyin sağ qulaqçığına toplanır. Və sağ qulaqçıqda toplanan qan qulaqçıqların sistolası nəticəsində təbii ki taylı qapaqlar açılır və venoz qan tökülür sağ mədəci. Sağ mədəcin sistolası nəticəsində alpar qapaqlar açıldı və venoz qan ağciyər arteriyasına ötürüldü. Ağciyər arteriyası venoz qanı ağciyərlərə apardı və ağciyərlərdə qazan mübadiləsi baş verdi. Və karbonla zənginləşmiş olan venoz qan çevrildi oksigenlə zəngin olan arterial qana və ağciyər venalar vasitəsilə, təbii ki budur 4 dənə ağciyər venası, 4 ağciyər venası vasitəsilə arterial qan sol qulaqçığa toplanır. Sol qulaqçığın sistolası nəticəsində taylı qapaqlar açıldı və arterial qan töküldü sol qulaqçığa. Sol qulaqçığa tökülmüş arterial qan qulaqçıqların sistolası zamanı demək aortaya ötürülür və aortadan da şaxayandır arteriyalar və digər bədən digər hissələrinə ötürülür qan. Burada sadaladığım qulaqçıqların sistolası və mədciklərin sistolası dedim. Ümumi bunun haqqında da məlumat verim. Qulaqçıqların sistolası dedikdə qulaqçıqların yığılması nəzərdə tutulur ki, bu 0,1 saniyə ərzində baş verir. Mədciklərin sistolası mədciklərin yığılması deməkdir ki, bu da 0,3 saniyə baş verən bir prosesdir. Bu qədər nə aydın olmadı şərhlər bölməsində yazarsınız. Cavablandırmağa çalışacağım. Oldu, sağ olun.